Salam hörmətli ağdamlar, əziz Seyidli kənd sakinləri. Mənim də doğulduğum məhz bu torpaqdır, Seyidli kəndidir. İndi hal-hazırda Seyidlidə belə gözəl inkişafı görəndə həqiqətən də qürurlanmamaq, sevinməmək olmur. Doğrudan da bu kəndin sakinləri mənə dəfələrlə mesaj yazırlar, zəng edirlər ki, ay Orxan, Seyidli kəndində işlər nə yerdədir? Bizə çək göstər və biz bu torpağın həsrəti ilə yolunu gözləyirik ki, məhz bu gözəl binalara köçək. Elə isə əziz Seyidli kənd sakinləri, əziz ağdamlar, özünüz də görürsünüz ki, şəhərin bütün nöqtələrində böyük tikinti, quruculuq işləri görülür. Bildiyiniz kimi 2-ci yaşayış məhəlləsinə az öncə çəkiliş etdiyim zaman oraya insanların köçməsinin şahidi olduq. Orada məhz Ağdam şəhərindən olan sakinlər ikinci püskatmadan sonra artıq öz evlərinin açarlarını aidiyyatı orqan üzvlərindən aldılar və onları gətirən o maşınlar, yük maşınları artıq Ağdam şəhərindədirlər. Onlar da öz evlərinin açarlarını aldılar və öz yüklərini məhz həmin evə boşaldacaqlar. Artıq indən belə Ağdam şəhərində yaşayacaqlar, 2-ci yaşayış məhəlləsində. Artıq bu videonu izlədiyiniz zaman siz 2-ci yaşayış məhəlləsinə köçən o insanları artıq görmüş olacaqsınız. Çünki birinci o reportaj yayınlanacaq. Şəhərdən ayrılmaq istədim, amma bir anda Seyidli kənd sakinlərinin mənə müraciəti yadıma düşdü və istədim ki, burada gedən inkişaf prosesi barədə sizə məlumat verəm. Çatdıram ki, doğrudan da Ağdamın hər nöqtəsində iş getdiyi kimi Seyidli kəndində də məhz 4-cü yaşayış məhəlləsində də işlər çox sürətlə davam etdirilir. Yeni müasir komplekslər, yeni müasir binalar tikilir. İstifadəyə veriləcək inşallah bir il ərzində. Məhz bu 4-cü yaşayış məhəlləsində də artıq həyat başlayacaq. Məhz sakinlər öz doğma yurduna köçəcək. İndi arxamda da görürsünüz, burada 7-8 mərtəbəli binalar tikilir. Artıq binalar hamısı ucalıbdır. Yeni binaların tikintisi də başlayıbdır. Artıq onların da 2-ci mərtəbəsində işlər gedir və tezliklə onlar da ucalacaq. Burada görürsünüz ki, işlər artıq çölün kosmetik işləri görülür, sıvanma işləri görülür və içərisinin kosmetik işləri həyata keçiriləcək. Daha sonra isə son mərhələdə məhz bu ərazinin abadlaşdırılması, yaşıllaşdırılması və sonda yol infrastrukturunun qurulması işləri həyata keçiriləcək. Doğrudan da Seyidli kəndində görülən işlər həqiqətən də göz oxşuyur. Keçən səfər buradan reportaj hazırladığım zaman 1-2 ay öncə idi təxminən. Bu binalar hələ 2-ci mərtəbəsi ucalırdı. Amma indi isə görürük ki, həqiqətən də binalar çox sürətlə ucalıb, artıq burada işlər demək olar ki, müəyyən mərhələdə yekunlaşmaq üzrədir. Əziz ağdamlar, hər biriniz gəlin bu torpaqlarda xoşbəxt yaşayın. Alacağınız evlər xeyirli, uğurlu olsun, bərəkətli olsun. Ruziniz bol olsun, burada gözəl işlərlə təmin olunun və 30 il həsrətində olduğunuz bu torpaqlarda yaşayın. Elə düşmənə də bir gözdağı olsun. Mən Orxan Şirinli, Seyidli kəndindən ən son görüntüləri sizə təqdim edirəm. Aleyküm salam, xoş işlər sizə. Hoş gelmişsin Ağdam rayonuna, hoş gelmişsin Ağdam şehrine. Allah işiniz avan eləsin. Allah şefaat olsun. Sağ ol. Hörmətli ağdamlar, bildirmək istəyirəm ki, məhz 4-cü yaşayış məhəlləsində 4450 nəfərlik 1080 ailənin məskunlaşacağı bir kompleks tikilir. Məhz burada binalara 1080 ailə köçürüləcək. Burada 10 kvartal üzrə 64 bina tikintisi nəzərdə tutulub və eyni zamanda burada
47 yaşayış, qalanları isə qeyri-yaşayış kompleksidir. 4-cü yaşayış kompleksində məhəllə daxili yollar çəkiləcək, velosiped zolaqları salınacaq və eyni zamanda uşaqların əyləncəsi üçün uşaq əyləncə meydançaları, deməli, məhəllənin daxilində mərkəzi parklar olacaq. Doğrudan da bura bir cənnətə çevriləcək.